Telegram kanallarında mən dəfələrlə o işlədiyim videolarına baxırdım. Oradan məsələn onların kanalları var idi, Təmkin Media var idi, Darvaza var idi, kanallar var idi. Oradan girirdim, onların səhifələrini izləyirdim. İçində belə bir niyyət gəldi ki, Allah üçün hicrət edəcəm, yol tərtibi yapan adam var idi, onun hesabını götürdüm. Başladım getməklə bağlı ona yazmağa. Biz oraya getmək istəyirdik, qoşulmağa. Orasan vilayəti iş ilə gedirdik. Cavad var idi, bir qardaş var idi. Pul məsələsini biz ona demişdik, o da bizi Turala tərəf göndərmişdi, yönləndirmişdi. Biz Tural'la tanışdıq. Tural dedi ki, mən sizə kömək edərəm. Mənim bir tanışım var, Tofiq adında. O mənə dedi ki, mən hicrət edəcəm. İşidin Xorasan vilayəti var. Orada dövlət var, şəriət var, gedib orada yaşamağa gedəcəm. Dedim, əgər eləsinədirsə, mən də gedmək istəyirəm. Tofiqdən Telegram hesabını aldım, Zayn adlı hesab idi. Və ona yazdım. Pasportumu hamısını hazırladım və getməyə yol pulum yox idi. Yol pulu axtardım, tapamırdım. Cavad adlı bir şəxs mənə dedi ki, bir nəfər var, sizə pul kömək eləyəcək. Tofiqlə mənə hayamıza kimi getdik, pul götürdük, Tural adlı bir şəxs var. Lazım olan əşyalarımızı aldıq, çıxıb getdik. 2004-cü ilin may ayında Pakistana getdik. Oraya getdikdən sonra 2 ay müddətində Beluçistan əyaletində olduq, dağlıq şəraitdə. Orada olduğumuz müddətcə təlimlərdə iştirak elədik. Pakistanda bir neçə şəhərlərdə olduq, İslamabad, Karachi, Lahor. Sonra Kuveytəyə gəldik, Kuveytə şəhərinə. Kuveytə şəhərində bizi onlar dedilər, yəni location atdılar bizə ki, yəni bu yerə gəlin, bu yerə gəlin. İş üzvləri bizi dağa çıxardı. Təlim yerinə çatdıqdan sonra bəzi məşqlər verildi bizə, keçirildi.